Şeyx, burada bir sual verim sizə. Bəli. Təqribən 8 il, 7 il bundan qabaq idi. Mən gərək ki Qaraçuxur məscidində bir dostla söhbətdə idim. Mən ona israrla deyirdim ki, İslam sülh dinidir. Bəli. O mənə belə bir cavab verdi. Qardaş, İslam döyüş dinidir. Sələfi əqidəsində İslam müharibə dinidir, yoxsa sülh dinidir? Əlbəttə, sələfi əqidəsi istinad eləyir Quran və səhih hədislərə. Və təbii ki, sələfiliyə görə İslam sülh dinidir. Bilirsiniz, o hərdən düzgün başa düşməyənlər İslamı, Allahın ayələrin, Peyğəmbərimizin səhih hədislərin başa düşməyənlər, onlar başqa cür biraz yanaşırlar məsələyə. Amma əslində onlar nəyə məsələn istinad edirlər? O döyüşlərə. Məsələn, döyüşlər olub, məsələn. Amma biz fikir veririk, o döyüşlər ən birinci müdafiə xarakteri daşıyırdı. Müdafiə, yəni özünü qorumaq, ətrafı qorumaq İslamın ən birinci mərhələlərində. Çünki cihad özü də fərz olunmağı mərhələlərlə olub. Məsələn, Məkkə devrində ən birinci cihad barədə nazil olan ayədə Allah Teala buyurur ki, onlara tabi olma, onlarla cihad elə. Ayədə belədir, o ayə Məkkə ayəsidir. Və biz bilirik ki, Məkkədə cihad yox idi. Yəni, cihad biz deyəndə birinci cihad kəlməsi özü düzgün başa düşülməyib. Yəni, bəziləri başa düşüb ki, cihad ancaq döyüşmə idi. Amma səhv fikirdir. Nəfslə mübarizə aparmaq da yəni. Nəfslə insan özün haramlardan qorumaq özü cihaddır. Valideynə baxmaq özü cihaddır. Cihad heç də insan müharibə mənasını vermir İslamda. Yaxşı, o Məkkə ayəsi, Məkkədə nazil olunan cihad barədə ayə. Biz görürük ki, orada müharibə yox idi axı. Döyüş də yox idi. Cihad oradan nə qəsd olunur? Dəvət. İnsanları yaxşılığa çağırıb, pislikdən çəkindirmək. Allah Teala onu cihad adlandırır. Və Şeyx, Peyğəmbər və sonra Rəşidi xəlifələr dönəmində. Bəli. Axı, həm də cihad hücum üçün qəbul edilmiş bir fətva idi. Bəli, cihadın mənalarından biri də döyüş mənasıdır. Yəni, qoruma yox, hücum. Bəli. Ələ keçirmə. O, elə ki, cihad Məkkədə nazil oldu, dəvətə cihad adlandırıldı. Sonra ikinci mərhələ, o mərhələlərlə oldu. İkinci mərhələ, sizinlə döyüşənlərlə döyüşün. Və ya ikinci mərhələ öz-özü müdafiə edin də, sizə hücum eləsələr, sonra sizinlə döyüşənlərlə döyüşün, sonra icazə verildi. Lakin, bu qayıdır nəyə? Bu qayıdır hakimə, dövlətə. Dövlətin, İslam dövlətinin öz siyasəti var. O onlara qayıdır. Yəni, elə deyil ki, bu saat indiki şəkildə, indiki vəziyyətə fikir versək, məsələn, 5 nəfər yığışır, deyir ki, əmir seçək, əmir də fətva verir ki, gedək döyüşək, halansa patladaq. O, səhv fikirlərdir hamısı. Səhv fikirlərdir. Hamısı İslam elminin zəifliyindəndir. Kafirləri öldürmək cihaddır. Bilirsiniz, yox. Kafirləri... Və sonda Tövbə surəsi 5-ci ayəni necə təfsir edərsiniz? Yox, bilirsiniz, orada deyir ki, kimsinlə döyüşsə. Yəni, orada kafirlər İslamda 4 növdür. 4 növ. Birinci, zimmi. Zimmi kimdir? O kafirlər ki, yəni qeyri-müsəlmanlar, müsəlman ölkəsində, müsəlmanların arasında yaşayır. Ona zimmi deyirlər. Kafirlər hamısı eyni deyil. İslam hamısı eyni baxmır. Hansı münasibət cəhətindən. Zimmi. İkinci, müstəmin. Müstəmin, o kafir ki, qeyri-müsəlman ki, məsələn, hansı bir müsəlman çağırıb onu müsəlman ölkəsinə. Ona əmin-amanlıqdır. Heç kəs ona toxuna bilməz. Məsələn, başqa ölkələrin gəlib bilən müsəlman ölkələr, məsələn, şirkətlər, səfirliklər və s. Bunlar hamısı daxildir. Bunlar müstəmindir. Onlara toxunma olmaz. Var üçüncü növ, muahəd. Muahəd, məsələn, müsəlman ölkəsi hansı qeyri-müsəlman ölkəsinə sülh bağlayıb. Onlara toxunmaq olmaz. Dördüncü növ, muharib. Dördüncü növ, döyüşən sənən. Döyüşən. O ayələr ki, deyir, öldür, o döyüşdədir. O səninlə döyüşənlərdir.
Məntiqən 6-cı ayədə də deyir ki, Hə. aman diləyənlərə aman ver. Bəli, bəli, yəni, bəli. Və ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyib? Kim ki bu 4 növdən 3 növü ki var idi əvvəl, onları toxunsa, ona cənnətin iyi gəlməyəcək qiyamət günü. Hansı ki cənnətin iyi bir rivayətdə gəlib ki 40 illik yoldan cənnətin iyi gəlir. Elə uzaqlıqdan gəlir. Yəni elə adamlar, yəni 3 növ kafirə toxunsa, onlar cənnətin iyin duymayacaqlar.